Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimu ala a'daihim ecma'in. İmam Ali'nin aleyhisselam şehadet günləri münasibəti ilə bir daha Mövlamız, ağamız İmam Zaman ağaya Accəlallahu Teala fərəcəhu şərif və bütün əhl-i beyt sevərlərə başsağlığı veririk. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən ayrı salmasın. İlahi əmin. Bildiyimiz kimi İmam Ali əleyhissalam mübarək Ramazan ayının 19-cu gecəsi zərbətlənib, ən bədbəxt insan olan Abdurrahman İbn Mulcəmin zəhərlədiyi qılınc vasitəsilə zərbətlənib və 2 gün sonra 21-ci gecədə şəhid olub dünyadan gedib. Bu münasibətlə Əhl-i Sünnənin, həmçinin Vəhabilərin mötəbər alim imam hesab etdikləri, özlərinə sələf hesab etdikləri Əhməd ibn Həmbəlin kitabından bir İmam Həsən aleyhissalam sözünü qeyd eləmək istəyirəm. Xataban el-Həsən ibn Aliyin radiyallahu anhu aleyhissalam fəqalə. İmam Həsən aleyhissalam, İmam Ali aleyhissalam şəhid olanda bizə xütbə oxudu, ravi deyir və fəqalə belə dedi. Laqad faraqakum raculun bil əmsi ləm yəsbiqhul əvvəlun bi'ilmin və la yudrikuhul əxirun. Deyir ki, dünən sizin aranızdan elə bir şəxs getdi ki, əvvəldəkilər elmdə ona çata bilməyiblər, nə Əbu Bəkir, nə Ömər, nə Osman. Və ləm yudrikuhul əxirun. Və sonra gələnlər də onu dərk eləməyiblər, onun elminə çata bilməyiblər. Kənə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm yəb'athuhu bir rayəti Cibrilu an yeminihi və Mikailu an şimalihi. Deyir, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm onu göndərərdi bayraqla döyüşə. Cəbrail aleyhissalam onun sağında, Mikail mələk isə aleyhissalam onun solunda döyüşə gedərdi. Lə yənsarifu həttə yuftəhə ləhu. Fəth etməyincə qayıtmazdı. Ravi İmam Həsən də aleyhissalam, mənbə Əhməd ibn Həmbəlin Musnad əsəridir. Şuayb Arnavutun təhqiqi ilə 1719 rəqəmli rivayət. Hədisin haqqında deyir ki, Həsənun, hədis, Həsən hədisdir, yəni mötəbər hədisdir. Həm Əhl-i Sünnə, həm Vəhabilər Həsən hədisə əməl edirlər, etibar edirlər və mötəbər qəbul edilən bir rivayətdir. Deməli, İmam Ali aleyhissalam nə ondan əvvəl Əbu Bəkir, Ömər, Osman onun elminə çatmayıb, onların elmi çatmayıb, nə də ondan sonra gələn şəxslər. İmam aleyhissalam zərbətlənəndən sonra artıq ölüm yatağında ikən övladlarına belə bir vəsiyyət etdi ki, əgər mən şəhid olsam, yəni sağ qalmasam, bir zərbə ilə qisas var çünki şəriətdə. Bir zərbə vurun həmin o qatilə, İbn Mulcəmə lənətullah aleyh və İmam Həsən aleyhissalam, İmam Əlinin aleyhissalam şəhadətindən sonra bir zərbə ilə xəbisin başını bədəndən ayırır və onu cəhənnəmlik edir. İmam Əli aleyhissalam haqqında istərdim ki, 2 Məsihi yazısının, Livanlı Məsihi yazısının sözünü qeyd edeyim. Çox maraqlı və təsirli sözləri var. George Zordak deyir ki, bu Livanlı Məsihi bir yazısıdır. Deyir, qutilə fi mihrabihi li'idalətihi. Öz mihrabında ədalətinə görə öldürüldü. İmamın aleyhissalam ədaləti xüsusi bir mövzudur. Bu barədə məqalələr yazıblar, kitablar yazıblar, söhbətlər eləyiblər ki, bu xüsusi bir bəhs istəyir. Amma George Zordak çox gözəl bir cümlə ilə, bir neçə kəlmə ilə ifadə edib ki, hətta mihrabında belə ədalətinə görə öldürüldü. Bəzən bu cürdə olur. Elə bilməyin ki, elə ancaq zalimə vurub öldürürlər, zülmündən bezib onu öldürürlər. Bəzən insan adil olur, o qədər ədalətli olur ki, zülümkarlar, zalimlər onun ədaləti ilə barışmırlar. Bəs niyə görə İmam Əli aleyhissalam dövründə 3 sahabi tabiin ordusu ona qarşı qiyam elədi? Çünki ədaləti ilə barışmadılar. Çünki onlar zalim idilər, zülm istəyirdilər, bəği idilər, hətta aşmışlar, necə ki, Buxarı kitabında gəlib. Və başladılar Cəməl Siffin, Nəhrivan döyüşlərini meydana gətirdilər və ədaləti ilə imamın barışmadılar. Başqa bir Livanlı yazısı George Zeydan deyir ki, o da Məsihidir, müsəlman deyil, heç bir, ikisi də xristiyandır. Deyir ki, əgər mən istəsəm deyim ki, Məsih, yəni Həzrəti İsa aleyhissalam İmam Əlidən üstündür, deyir, ağlım icazə verməz. Ağımla oturub fikirləşirəm ki, belə bir şey ola bilməz. Çünki hər iki şəxsin haqqında məlumatlıdır. Deyir, əgər desəm ki, Əli aleyhissalam Məsihdən üstündür, Həzrəti İsa'dan aleyhissalam, deyir, buna da dinim yol vermir. İmam Əli aleyhissalam bilirsiniz ki,
Allahın evində mübarək Kəbədə dünyaya gəlib. Və həmçinin də zərbətlənən zaman məsciddə, namaz mehrabında buyurduğu söz bundan ibarətdir. Fuztu və Rabbil Kəbə. Fuztu fəzə sözündəndir. Yəni, qurtuldum, nicat tapdım, qalib oldum, xilas oldum, bu mənalar verir. Və Rabbil Kəbə, yəni Kəbənin Rəbbinə Allaha and olsun, qurtuldum. Bu sözdən, bu mübarək kəlamdan İmam Əlinin əleyhissalam şəxsiyyətinə nəzər salanda iki gözəl məna başa düşmək olar. İki cür bu sözü başa düşmək olar. Bir budur ki, yəni dünyadan qurtuldum. Yəni necə? Yəni hazırlıqlı idim, dünya həvəsində deyildim, axirət sorağında idim, Allahın buyurduqlarına əməl etdim, tam hazır şəkildəyəm. Gözləyirdim ki, elə qurtulum, gedim Allahın dərgahına və qurtuldum. Yadınızdadırsa, biz ötən bəhslərin birində bir rivayət qeyd etmişdik Biharul Ənvar kitabından. Cild 68, səhifə 263, Daru İhya-i Turathil Arabi tərəfindən çap olunan nüsxədə. Orada soruşdular ki, məl isti'dadu lil mauti. Ölüm üçün hazırlaşmaq nədir ey Əli, ey möminlərin əmiri aleyhissalam. Buyurdu ki, ədəul fəraid, vacibləri yerinə yetirmək, vəctinəbul məharim, haramlardan çəkinmək, vəl-iştiməlu aləl məkarim və gözəl əxlaq sahibi olmaq. Deyir, əgər bir insanda bunlar olsa, fərqi yoxdur. O ölümün sorağına getdi və yaxud ölüm onun sorağına gəldi, fərqi yoxdur. O adam hazırlıqlı insandır. Və imam ki deyir, fuztu və Rabbil Kəbə, and olsun Kəbənin Rəbbinə qurtuldum. Yəni hazır idim, belə çıxır da sözündən, yəni belə məna vermək olar. Hazır insan artıq başına zərbə deyəndə, biləndə ki, şəhid olacaq, artıq bu sözü deyir. Yəni qurtuldum bu dünyadan. Amma hazır olmayan insan bunu demir. Misal üçün, elə imtihana hazır olan tələbədən götürək. Məsələn, fərz elə 30 dənə dini sual zehninə gətirir. 30 dənə dini sualın cavabını bilirsən. Sənin zehnində var. Və imtihanda 5 dənə, 6 dənə, 10 dənə sual gələcək bu 30 sualın içində. Sən də bunların hamısını bilirsən. İmtihana 2-3 ay qalıb hey darıxırsan ki, tez bir imtihan gəlsin, imtihanı verim, geçsin, sovuşsun, başdan olsun, geçsin. Niyə? Çünki hazırsan ona görə. İmamın da həyatına baxanda son dərəcədə hazır bir insan, son dərəcədə Allaha sadiq, Allaha bağlı bir insandır. Ona görə də vurulan zaman deyir ki, Kəbənin Rəbbinə and olsun, qurtuldum. Başqa insanların, xəlifələrin haqqında baxırsan, vurulan zaman can üstündə olanda başqa sözlər deyiblər. Amma İmam Əli əleyhissalam nə deyir? Deyir, and olsun Kəbənin Rəbbinə, qurtuldum. İkinci nə başa düşmək olar? İkinci, bu dünyadakı bəzi xainlərin əlindən xilas olmasını başa düşmək olar. Çünki İmam Əli əleyhissalam yeganə şəxsdir ki, özündən əvvəlki 3 nəfərin vaxtında bu olmayıb. İmam Əlinin xilafəti dövründə ilk vətəndaş qırğını düşdü, müsəlman qanı töküldü. Düzdür, ondan əvvəl də Əbu Bəkirin dövründə ona beyət eləməyənlər olmuşdu. Hücum elədilər, onları öldürdülər, zəkat vermədiklərinə görə və s. Amma müsəlman qırğını kimi döyüş olsun, qılınclar çəksinlər, üz-üzə gəlsinlər, cəməl döyüşü kimi belə bir şey olmadı. İlk dəfə elə İmam Əlinin əleyhissalam dövründə oldu, Ayşənin komandanlığı ilə, başçılığı ilə və sonra Siffin döyüşü və sonra Nəhrivan döyüşü. Yəni imamı belə deyək ki, beyət eləmişlər, beyəti sındırdılar, cəməl döyüşün, cəməl əshabı kimi, Təlhə, Zübeyir, Ayşə kimi. Nəkisin adı qaldılar, yəni beyət sındıranlar, əhd sındıranlar. Və ikinci, Muaviyyənin ordusu idi ki, Muaviyyə beyət eləmədi, zamanı imamına qarşı çıxdı, Muaviyyə də ondan əvvəlki cəməl döyüşündəkilər də. Və Əhl-i Sünnənin, Vəhabilərin səhih, mötəbər bildikləri hədis var ki, hər kim zamanı imamına qarşı çıxsa, ölsə, cahiliyyə dövründəki kimi ölüb. İmama qarşı çıxdılar, zamanı imamlarına qarşı çıxdılar, yəni zülm elədilər imama doğrudan da. Və həmçində sonra Nəhrivan döyüşündə Xavaric də, Allah onları lənət eləsin, bu cür oldu. Yəni İmam əleyhissalam sünni mənbəsi olan Sahih Müslimdə gəldiyi üzrə Peyğəmbər buyurmuşdu ki, sallallahu aleyhi və səlləm, səni ancaq mömin sevər və səni ancaq münafiq buğz edər. İmamın öz sözü deyil, Peyğəmbər mənə buyurdu ki, la yuhibbuni illə mu'minun və la yubghiduni illə munafiq. Məni ancaq mömin sevər, məni ancaq münafiq buğz, nifrət və düşmənçilik eləyər. Və İmam əleyhissalam həm də bu mənada belə deyək ki, məzlum idi. Yəni hər iki mənanı mübarək buyuruşundan başa düşmək olur. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.